Dənizin sədası, sonsuz səyahət, uzaq sahillərin, dərin maviliyin və sonsuz sükutun diyarı olan dəniz, əsrlər boyu insanlara ilham verən, sirr və gözəlliklərlə dolu bir aləm idi. Hər günün başlanğıcında səhərin ilk şüaları dənizin üzərində parıldayarkən, hər axşam gün batımı zamanı yaranan qızılı rənglər sanki 1000 illik nağılları danışırdı. Bu dərin, əsrarəngiz aləm, gənc dənizçi Tunar üçün yalnız təbiətin bir hissəsi deyildi, o, dənizin sədasında öz həyatının mənasını, ümidini və arzularını tapırdı. Tunar, kiçik bir balıqçı ailəsində dünyaya gəlmişdi. Uşaqlığından bəri atasının qayğıları, anasının dəniz kənarında keçirdiyi uzun günlər və böyük qoca nənəsinin ona danışdığı dəniz nağılları onun ruhuna dərin izlər buraxmışdı. Dəniz, oğlum, yalnız su deyil, o, həyatın sədasıdır. Hər kədərin, hər itkin və hər sevincin arxasında gizlənən bir hikmətdir, deyərdi nənəsi. Tunar bu sözləri qucaqlayaraq böyüdü və özündə daima dənizin sədasını eşitmək arzusu ilə yanırdı. Bir gün Tunarın içindəki macəra arzusu çox gücləndi. O, artıq sadəcə balıqçılıqla kifayətlənmək istəmirdi, dənizin dərindən onun sirlərini, gizli xəzinələrini və unudulmuş nağıllarını kəşf etmək istəyirdi. Həmin gün günəşin ilk şüaları ilə oyanan Tunar, atasının ona miras qoyduğu köhnə gəmi xəritəsinin, dalğıc dəstini və əzmkarlıqla dolu ürəyini götürdü və dənizə doğru uzun, macəra dolu bir səyahətə başladı. Gəminin sancaq qapısı ilk dəfə Tunarın əllərində titrəyərkən, sanki keçmişin və gələcəyin qapılarını açan bir açar kimi idi. O, səyahətə çıxarkən dənizin sonsuz maviliyinə baxdı, hər dalğanın, hər axının sədasını eşitdi. Dənizin səthi üzərində dalğalar yumşaq ritmlə oynayır, külək isə uzaq diyarlardan gələn nağılları pıçıldayırdı. Hər bir balıq, hər bir mercan lifləri, dənizin dərinliklərində gizlənən əfsanələri, keçmişin kədərini və sevincini, itkilərdən sonra doğan yeni ümidləri Tunarın ruhuna sinir kimi həkk edirdi. İlk günlərdə Tunar dənizin sakit və sərin sularında özünü tapmağa çalışdı. O, dərinliyə enərək, sualtı aləminin rəngarəng və möcüzəvi dünyasını kəşf etdi. Balıqların rəqs etdiyi, mercanların incə naxışlarla bəzədiyi bu aləm, Tunar üçün həm mistik, həm də canlı bir nağıl idi. Hər bir dalğa 1000 illik sirləri, keçmişin unudulmuş hekayələrini və gələcəyin ümid dolu mesajlarını özündə daşıyırdı. Hər kədərin, hər itkin arxasında yeni bir başlanğıc var, deyə Tunar öz-özünə düşünürdü. O, sualtı dünyada yalnız təbiətin sədasını deyil, həm də insanın, bəşəriyyətin dərin arzularını, ümidlərini və sirlərini hiss edirdi. Bir neçə gün sualtı səyahətindən sonra Tunar dərin dənizin mərkəzində yerləşən, gizli dünyalar adlanan bir bölgəyə çatdı. Bu bölgə elə sanki dənizin ən dərin qatlarında heç kimin addım basmadığı, sirr dolu bir aləmdə yerləşirdi. Burada suyun şəffaflığı, mavi və yaşıl tonların ahəngində bir-birinə qarışdığı, hər dalğanın, hər axının sədası sanki fərqli bir nağıl söyləyirdi. Tunar diqqətlə ətrafı incələyərək, hər növ canlı və bitkinin, unudulmuş xatirələrin izlərini tapmağa çalışdı. O, burada dənizin sədasında hər kədərin, hər itkin və hər sevincin arxasında gizlənən böyük bir hikməti eşitdi. Bu bölgədə Tunarın diqqətini cəlb edən ilk şey, devasa bir anemonanın yanında yaşayan rəngarəng balıqlarla dolu bir künc oldu. Balıqlar sanki o anemonanın ətrafında bir orkestra kimi rəqs edir, hər biri fərqli bir notaya bənzəyirdi. Tunar bu canlıların rəqsini seyr edərkən anladı ki, dəniz yalnız fiziki bir dünya deyil, o, həm də duyğuların, xatirələrin və ümidin sonsuz bir simfoniyasıdır. Hər bir balığın hərəkəti, hər bir dalğanın sədası ona, hər çətinliyin arxasında yeni bir ümid doğur deyirdi. Səyahətinin davamında Tunar, dənizin dərinliklərində unudulmuş, qədim bir məbədə rast gəldi. Bu məbəd, sualtı dünyada yerləşən daş sütunlar və incə oyma işlərlə bəzədilmiş, sanki qədim dəniz tanrılarının izlərini daşıyan bir məkandı. Məbədin divarlarında 1000 illərin hekayələri, keçmişin kədər və sevinc dolu nağılları yazılmışdı. Tunar məbədə daxil olduqda, hər küncdə, hər daşda öz hissəsini eşidə deyən, hər kədərin arxasında bir ümid var notalarını tapdı. Məbədin sakitliyində Tunar öz içindəki səsi dinlədi və anladı ki, dənizin sədası yalnız təbiətin sədası deyil, o, həm də insanın, bəşəriyyətin içində doğan ən dərin duyğuların, ümidin və sirlərinin sədasıdır. Məbəddən çıxıb, Tunar səyahətinə davam etdi. Dənizin müxtəlif yerlərində o, unudulmuş adalar, sirli qayalıqlar və rəngarəng mercan lifləri ilə dolu bölgələr tapdı. Hər adada, hər qayalıqda Tunar öz hissəsini, həyatın əsl mənasını daha aydın eşitdi. O, anladı ki, dəniz sadəcə su deyil, o, insan ruhunun, bəşəriyyətin və zamanın sədasıdır.
Hər kədərin, hər itkin arxasında doğan yeni bir başlanğıc, hər sevincin sonunda gizlənən ümid, dənizin sonsuz melodiyasında öz əksini tapırdı. Tunarın bu səyahəti yalnız fiziki bir yolculuq değildi, o, həm də ruhunun, qəlbinin və daxili səsinin axtarışında bir meditasiyaya çevrildi. Hər dəfə sualtı aləmin sakitliyində, hər dalğanın sədasında və hər unudulmuş məbədin divarlarında o, öz içindəki səsi eşidir, keçmişin və gələcəyin nağıllarını, ümid dolu mesajlarını öyrənirdi. O, artıq anladı ki, həyatın ən böyük sirri yalnız keçmişdə deyil, həm də gələcəkdə, yalnız görünən dünyada deyil, insanın öz içində gizlənmişdir. Bir neçə günün ardınca Tunar Sonsuz Dəniz adlandırılan geniş bir sahilə çatdı. Bu sahil, dənizin ən sakit, ən dərin qatında yerləşən, unudulmuş adaların, sir dolu məkanların və bəşəriyyətin ən qədim ənənələrinin izlərini daşıyan bir aləm idi. Burada Tunar, dənizin sədasında hər bir adanın öz hekayəsini, hər bir qayalanın öz nağılını eşitdi. O, sanki hər kədərin, hər itkin arxasında bir ümidin, hər sevincin sonunda yeni bir başlanğıcın olduğunu anladı. Tunar bu dərin səyahət zamanı topladığı hər təcrübəni, hər öyrəndiyi hikməti, öz hissəsinin sədasını və dənizin sədasını bir kitab halına gətirməyə qərar verdi. Dənizin sədası, Sonsuz Səyahət adını verdiyi bu əsərdə o, sualtı aləmin hər bir küncündə tapdığı, dərinliklərdə gizlənmiş hekayələri və ümid dolu mesajları, hər kədərin arxasında doğan yeni başlanğıcları təsvir etdi. Kitabında o, insanların yalnız texnoloji inkişaf və maddi zənginliklərlə deyil, həm də öz içlərindəki səsi eşidərək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham ala biləcəyini vurğuladı. Kitab nəşr olunanda dənizin və sahilin hər küncündə yaşayan insanlar bu əsərdə öz həyatlarından bir parça tapdılar. Məktəblərdə, kitabxanalarda və ictimai toplantılarda Tunarın topladığı sirlər, eşitdiyi sədalar və öyrəndiyi hikmət insanlara dərin və mənalı həyatın necə qurulacağını xatırlatdı. Hər kəs artıq qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altında, dənizin sədasında eşidilən o səsi qulaq asaraq həyatın əsl mənasını tapmağa başladı. Beləliklə, Dənizin Sədası, Sonsuz Səyahət adlı bu hekayə yalnız Tunarın fərdi macərasını əks etdirmir, o, həm də bütün bəşəriyyətin, hər kəsin öz içində tapdığı, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs dərin mavi suların sükutlu dərinliyində, hər dalğanın sədasında və ulduz tozlu gecələrin parlaqlığından öz hissəsimizi dinlədikcə həyatın bütün rənglərinin, duyğularını və notlarını bir araya gətirərək əbədi bir nağıl yaradırıq. Bu, bizim əbədi macəramızdır. Dənizin sədası ilə başlayan, hər kədərin arxasında yeni bir ümidin doğduğu və hər itkidən sonra yenidən doğan yeni başlanğıcların hekayəsidir. Həyatın ən böyük sirri yalnız görünən dünyada deyil, həm də öz içimizdə, qəlbimizin dərinliyində gizlidir. Biz yalnız öz hissəsimizi qulaq asdıqca, keçmişin hikmətindən və gələcəyin ümid dolu işığından ilham alır, hər çətinliyi sevgi və inamla aşırıq. İndi, ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər kədərin, hər itkin arxasında, hər sevincin sonunda doğan o ümid, bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Dənizin sədası bizim ruhumuzun, qəlbimizin əbədi melodiyasıdır. Biz yalnız ona qulaq asaraq həyatın əsl mənasını tapır və yeni ümidlərlə dolu addımlar atırıq. Beləliklə, Dənizin Sədası, Sonsuz Səyahət adlı bu hekayə yalnız bir gəncin, yalnız bir macəranın deyil, bütün bəşəriyyətin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Hər kəs dərin mavi suların, ulduzların parlaqlığının və dalğaların sükutlu notlarının arasından öz hissəsini eşidərək həyatın bütün çətinliklərini aşır və öz nağıllarının əbədi macəramızı yazmağa davam edər.